Sakit bir otağa keç. Rahat şəkildə uzan. Gözlərini asta-asta yum. Dərin nəfəs al. Nəfəsi qarnından al ver. Qarın boşluğun dolub boşalır. Burnundan nəfəsi dərindən al, ağzından üfür. Hər nəfəs aldıqca bütün bədənin rahatlayır. Əllərin rahat, ayaqların rahat, beynin rahat, gözlərin rahat. Bütün iç orqanların rahatdır. Beynində səni narahat edən bütün düşüncələri rahat burax. Sadəcə öz mərkəzinə mərkəzlən. Həyatının mərkəzində sən ol. Həyatının mərkəzində sən olduqdan sonra həyatında səni narahat edən bütün artıq çəkilərin səndən azad olur. Çünki həyatının mərkəzində sən olmadıqda boşluğa nələrisə doldurursan, ya bu sənin bəzi duyğuların, ya daha çox qida qəbulun və s. səbəblər ola bilər. Həyatının mərkəzində sən olmayanda özünə sevgin də azalır, özünü arxa plana qoyursan. Amma həyatının mərkəzində sən olanda həqiqətən də həyatın çox dəyişir. Sadəcə bunun fərqində ol. İndi isə gözünün önünə hal-hazırdakı bədənini, yəni görünüşünü gətir. Hal-hazırda sən həmin özünə baxırsan. Gözlərinə bax, bədənimə bax. Gözlərin sənə nə deyir? Bədənini bəyənirsənmi? Ola bilər görünüşün xoş gəlmir, qəbul etmirsən. Və özündən indiyənə qədər özünü incitdiyin üçün hər şey görə üzr istəyirsən. Səni incitdiyim üçün, sənə pis davrandığım üçün, səni qırdığım üçün. Hər şey görə səndən üzr istəyirəm, məni bağışla. Özün öz ruhundan üzr istəyirsən, öz bədənindən üzr istəyirsən. Çünki bədənində olan artıq çəkilər, ödəm, şişkinlik, bunları sevgi ilə verməlisən. Çünki onlar sənə aiddir. Sən onları əsəbləşərək, negativ yükləyərək o çəklərdən azad ola bilmərsən. Çünki sən sevgi ilə bədənində olan o artıq çəkləri, ödəm, şişkinliyi, piyi sevgi ilə verməsən, onun yerinə çəkini versən də bəzi xəstəliklər yarana bilər. Ona görə də bədənini, ruhunu sevib, rahat şəkildə həmin çəklərdən azad ola bilərsən. İndi isə sadəcə özünə sual ver. Mən hansı boşluğuma görə daha çox qida qəbul edirəm? İçimdə məni daha çox qida qəbul etdirən proses nədir? Nə yadıma düşəndə daha çox qida qəbul edirəm? Həyatımda məni narahat edən nədir? Bütün bu hissləri rahat buraxmaq istəyirsənmi? Ağlına gələn və yaxud gəlməyən
şuurunda, şuur altında olan, arıqlama ilə bağlı, kilo ilə bağlı bütün negativləri bədənindən rahat buraxmaq istəyirsənmi? Sizi narahat etməyən sakit bir otağa keçib əyləşin. Gözlərinizi yumun. 3 dəfə dərindən nəfəs alın. Hər nəfəsi burnunuzdan alıb ağzınızdan verin. Qarın boşluğunun hava ilə dolub boşaldığını hiss edin. Hər nəfəs aldıqca bədəninizdə olan negativlərin, problemlərin getdiyini, özünüzü daha gümrah, xoşbəxt hiss etdiyinizi hiss edin. Bütün problemləri bu andan etibarən buraxaraq bədəninizi boş buraxın. Sağlam qidalanma proqramında qəbul etdiyiniz qidaların sonsuz toxluq hissi yaratmasının necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Hər gün bədəninizdə sizə xidmət etməyən ödəm, toksin, pi hüceyrələrinin sevgi ilə sonsuzluğa getməsinin necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Hər gün düzənli şəkildə iştahınızın qaydasına düşməsinin necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Hər gün metabolizmanızın hızlı şəkildə sevgi ilə işləməsinin necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. İçinizdəki boşluğu, duyğusal acılığı, şirniyyat istəyini, tez-tez acımanı, qida ilə deyil, xoşbəxtlik, huzur, sevgi, şükürlə doldurmanın necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Sevib sevilmək üçün kilo almağa, daha çox pi depolamağa ehtiyac olmadığını, necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Fərq edilmək üçün, sözünüzü keçirmək üçün kilolu olmağa ehtiyac olmadığını, necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Hər gün düzənli şəkildə kilo verməyin, sizə xidmət etməyən kiloların sevgi ilə getməsinin necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Hər gün bədəninizin incəlməsini, özünüzü gümrah, xoşbəxt, sevgi dolu hiss etməyin necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Hazır paket qidalardan, lazımsız karbohidratlardan, abur-cuburlardan uzaq durmanın, sağlam şəkildə sevgi ilə qidalanmanın necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Hər gün düzənli şəkildə 2 litr su qəbul etməyin necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz. Hər gün düzənli şəkildə hərəkətli olmağın, yürüyüş etməyin, pilates etməyin necə gözəl bir hiss olduğunu bilmək istəyirsiniz.
21 gün ərzində 5-7 kilo çəki verməyin necə gözəl bir his olduğunu bilmək istəyirsiniz? Kilo vermə dönəmində kilonuza əngəl yaradan, bilib bilmədiyiniz bütün negativləri, qorxuları vurub yıxıb iptal edib, şəfalandırıb Tanrı işığına geri göndərməsinin necə gözəl bir his olduğunu bilmək istəyirsiniz? Sizin izninizlə bildiyiniz bütün bu hisslərin sizin 4 inanc səviyyənizə, şuurunuza, şuuraltınıza, bədəninizdə olan bütün atom, hüceyrələrin yaddaşına bu saniyədən etibarən Tanrının izni ilə əbədiyyən sonsuzluğa qədər yüklənməsini rica edirəm və ya əmr edirəm. Təsəvvür edin, bir enerji topu sizin başınızdan bədəninizə doğru axır. Bu qızılı, qırmızı və ya yaşıl rəngdə ola bilər. Bütün bədəninizə doğru axdığını hiss edin. Bütün bədəniniz enerji ilə dolur. Oldu, təşəkkür edirəm deyib gözlərinizi yavaş-yavaş aça bilərsiniz. Gözlərini yum. Sadəcə səsimə odaqlan. Dərin nəfəslər al. Hər nəfəs aldıqca qaran boşluğun dolub boşalır. Beynin, bədənin, ruhun sakitləşir. Təsəvvür et ki, bədənində olan artıq çəki, ödəm, şişkinlik, sağlamlığınla bağlı bütün ağrılar, bədənində olan negativ duyğular, beynində səni narahat edən bütün olumsuz düşüncələr, bütün bunlar ürək çakranda bir topun içinə yığılır. Həmin top bütün bədənində sənə aid olmayan bütün ağırlıqları, negativi, duyğuları, səni incidən, narahat edən məqamları özünə çəkir. Onurğa sütunundan düz aşağı, iki ayağının arasından torpağa gedir. Torpağın 7-ci qatına dəyərək parçalanır. Həmin topda olan bütün negativlər parçalanır və topun içindən ağ, xırda top sizə tərəf gəlir. İki ayağınızın arasından bütün bədəninizə daxil olur. 7 əsas çakranızı aktivləşdirir. Bədəninizdə olan bütün enerjilər, rahatlıq, huzur, sağlıq, qadın enerjisi,
hər biri aktivləşir. Topunuz başınızın üstündən çıxır. Onu qırmızı hava balonunun içinə qoyursunuz. Topunuz ağappaq alandan keçir. Günəşin qızmar şüalarından keçir. Jilet kimi alanlardan keçir və kainatdan çıxır. Bir qapı açılır. Həmin qapıdan balonun içində olan topunuzu içəri atırsınız. Topunuz bir suya düşür. Orada durulanır. Sadəcə bədəninizi hiss edin, bütün orqanlarınızı, əllərinizi, ayaqlarınızı, saçlarınızı, gözlərinizi, iç orqanlarınızı, ruhunuzu hiss edin. Bədəninizin, ruhunuzun, beyninizin sevgi, hüzur, rahatlıq, xoşbəxtlik, şans, özgüvən, özdəyər, özünə inam hər zaman hər işlərində irəli getməyi, sevinç, əyləncəli olmağı, sağlam, məsuliyyətli olmağı, disiplinli olmağı, hər zaman güclü, hər zaman xoşbəxt qadın olmağın, bu hisslərin hər birinə layiq olduğunuzu, doğuşdan haqqınız olduğu, Allahdan izinli və güvənli olduğunuzu, necə gözəl birisi olduğunu bilmək istəyirsinizmi? Bununla bağlı, bu hisslərlə bağlı bilib-bilmədiyiniz bütün negativ proqramları qadyon kəs vurub yaraşığını ləğv edirəm. Hər zaman xoşbəxt olmağa layiq olmağın, sevib sevilməyin, bütün bədəninizin sevgi ilə dolmasını, hər zaman görülməyi, görməyi, sevginizi asanlıqla ifadə etməyi, sevib sevilməyi, sevginin təhlükəsiz olmasını bilməyi, hər zaman özünüzü sevgiyə açmağı, bu hisslərin hər birinə layiq olduğunuzu, doğuşdan haqqınız olduğu, Allahdan izinli və güvənli olduğunuzu, necə gözəl birisi olduğunu bilmək istəyirsinizmi? Bəli dediyiniz bütün hissləri sizin bütün DNK-larınıza yükləyirəm. Bir ağ ışığın bütün başınızın üstündən bədəninizə dolduğunu hiss edin. Təşəkkür edirəm, oldu deyib gülümsəyərək gözlərinizi aça bilərsiniz. Sakit bir otağa geç, rahat şəkildə uzan. Gözlərini asta-asta yum. Sadəcə fikrim mənim səsimdə olsun. Dərin nəfəslər al. Hər nəfəs aldıqca qarın, boşluğun dolub boşalır. Beynində səni narahat edən bütün düşüncələri rahat burax. Əllərin rahat, ayaqların rahat, beynin rahat, iç orqanların rahatdır. Sadəcə anı yaşa. Öz mərkəzinə mərkəzlən.
anda qal. Bədənində indiyənə qədər yığılmış bütün negativlər, ağırlıqlar tamamilə bədənindən bir enerji olaraq torpağa axır. Bütün bədənin rahatlayır. Taç çakrandan bədəninə ağ işıq dolur. Sanki şəlalə kimi bədənini yuyur, torpağa axır. Bütün bədənində olan negativlər, ağırlıqlar, ağrılar hamısı bu şəlalə ilə torpağa gedir. Bədənin yuyulur, tərtəmiz olur. İndi isə bütün bədənini hiss et. Əllərini, ayaqlarını, bütün orqanlarını, saçlarını. Bədənin, beynin, ruhun bağlantıya gedir. Ruhunu hiss et, bədənini hiss et. Bədəninlə hər zaman bağlantıda ol. Hər zaman anda qal. Hər zaman öz mərkəzinə mərkəzlən. Hər zaman rahat ol. Bunu etsən, gün ərzində qidalanmanda olan, səni narahat edən məqamlar demək olar ki, azalacaq və yox olacaq. Sən bədəninlə nə qədər bağlantıya girsən, bir o qədər qida ilə bağlı olan pozuntun aradan qalxacaq. Bədənin, beynin, ruhun hər zaman bağlantıda olmalıdır. Hər zaman anda olmalıdır. İndi isə səninlə bağ kəsməyəcək. Səni incidən insanlarla bağ kəsməyəcək. Bəzən səni incidən, nifrət etdiyin insanlara qarşı olan əsəb, aqressiya da qida pozuntusuna gətirib çıxardır. Onlara olan aqressiyanı qidadan çıxırsan. İndi isə təsəvvür et ki, dünyanın mərkəzindəsən. Tam mərkəzində. Hər yer qaranlıqdır. Qarşında səni incidən bütün insanlar durub. Həmin insanlar sənə baxır. Sənin ürəyindən həmin insanların ürəyinə bir-bir bağ gedir. Həmin insanlara qarşı olan aqressiyanı, kinini, onlara qarşı olan qəzəbini, onlarla olan aranda bağa yükləyirsən. Onlara demək istəyib də deyə bilmədiyin bütün sözləri hal-hazırda həmin şəxslərin üzünə deyirsən və həmin hisslərində həmin bağlara yüklənir.
İndi isə əlimdə qızılı qayçı. İki tərəfdən o bağları kəsirəm. Səsini eşidirsiniz. Həmin şəxslər tərəfindən kəsirəm həmin bağları. Bağ ortadan düşüb torpağa, kül olub yoxa çıxır. Həmin şəxslər də sizlə sağollaşıb, sizdən uzaqlaşır. Bu zaman günəşin qızmar şüaları gözünüzə düşür. Hər tərəf gül, çiçək. Sadəcə ailə üzvlərinizdən bacınız, qardaşınız, atanız, ananız sizin qarşınızda olur. Onlarla gözəl bağlar yaradırsınız. Ata-ananızla, göbəyinizdən, bacı-qardaşınızla isə ürəyinizdən rəngli bağlar yaradırsınız. Əgər ailə üzvlərinizdən kimsə rəhmətə gedibsə, həmin şəxslə bağ yaratmaq olmaz. Ailə üzvləriniz sizə yaxınlaşır, hər biri sizi bərk-bərk qucaqlayıb öpür, sizə gözəl, xoş sözlər deyirlər. Atanız, ananız sizə halallıq verir. Bu zaman günəşin yenidən qızmar şüaları gözünüzə düşür. Hər tərəf gül, çiçək. Dərin nəfəs al. Təşəkkür et bədəninə, ruhuna, bütün orqanlarına. Allaha, kainata təşəkkür et. Gözlərini asta-asta yum. Bütün bədənin rahatlaşır. Dərin nəfəslər al. Hər nəfəs aldıqca daha da rahatlayırsan. Səni narahat edən düşüncələri, hadisələri beynindən, bədənindən getməsinə icazə ver. Sadəcə anda qal. Hal-hazırda kainatın tam mərkəzindəsən. Hər yer qaranlıqdır. Göydən qırmızı işıq başından bütün bədəninə axır. Yerdən yaşıl işıq ayaqlarının altından bütün bədəninə axır. Bu işıqlar bədənində dövr edir. İndi isə səni incidən, qıran, əsəbləşdirən insanları qarşında gör. Onlar sənə baxırlar. Ürəyindən həmin insanların ürəyinə hər birinə bir bağ gedir. Həyatında gəlib keçmiş indiyənə qədər səni qıran, üzən, bağışlaya bilmədiyin bütün insanlar sənin qarşındadır.
onlara qarşı olan aqressiya, əsəb, bağışlaya bilməmək hisslərini həmin bağlara yükləyirsən. Həmin hadisələri bir-bir yadına salıb həmin bağlara yükləyirsən. İndi isə həmin insanlar səndən tək-tək üzr istəyirlər. Sən onlardan onları qınadığın üçün üzr istəyirsən. Və həmin bağlar hər iki tərəfdən qırılır, torpağa düşüb kül olur. İndi isə həmin insanların hər birinə bu sözləri deyirsən. Və bu sözləri deyərkən onların bir-biri yoxa çıxdığını təsəvvür et. Səni sevirəm. Məni bağışla. Təşəkkür edirəm. Minnətdaram. 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 Səni sevirəm. Məni bağışla. Təşəkkür edirəm. Minnətdaram.